Bu videoda az xərclə çox qazanmaq olarmı? Sualına qoyunçuluq üzərindən real şəkildə cavab verəcəyəm. Gəlin başlayaq. Bir çox insan düşünür ki, heyvandarlıq böyük pul tələb edir. Amma qoyunçuluq elə sahələrdən biridir ki, düzgün idarə etsən, az sərmayə ilə başlamaq mümkündür. Gəlin əvvəl xərclərə baxaq. Qoyunçuluğa başlamaq üçün böyük ferma və ya bahalı avadanlıq lazım deyil. Əsas şey otlaq sahəsi və az da olsa yem ehtiyatıdır. Əgər kənd yerində və ya dağlıq ərazidə yaşayırsınızsa, bu sənə böyük üstünlük verir. Məsələn, 10-20 qoyunla başlamaq mümkündür. Bir ana qoyun hər il bir və ya 2 quzu verə bilər. Bu isə deməkdir ki, sürü tədricən böyüyür və sən əlavə pul xərcləmədən heyvan sayını artırırsan. Qoyunçuluqda ən böyük üstünlük yem məsələsidir. Yay aylarında qoyunlar əsasən otlaqda qidalanır. Bu da xərcləri xeyli azaldır. Qışda isə yalnız əsas yem, quru ot və biraz əlavə yem lazımdır. İndi gəlir hissəsinə baxaq. Qoyunçuluqda əsas qazanc quzu satışından gəlir. Bazarda quzulara tələbat həmişə var. Xüsusilə Qurban bayramında, yaxud da Novruz bayramında qiymətlər daha yüksək olur. Bundan əlavə qoyun əti də yaxşı qiymətə satılır. Əgər sürünü düzgün böyütsən, hər il həm quzu satışından, həm də sürünün böyüməsindən gəlir əldə edirsən. Burada belə deyək də, erkək quzuları ordaq şəraitində qoruyursan satış üçün, yerdə qalan dişi quzulardan isə damazlıq məqsədindən saxlayırsan. Bəzi insanlar qoyunçuluğun çətin olduğunu düşünür. Doğrudur, burada xəstəlik riski, quzu itkisi və qışda yem problemi kimi məsələlər var. Amma düzgün baxım və vaxtında baytarlıq tədbirləri ilə bu riskləri azaltmaq mümkündür. Ən vacib məqamlardan biri də səbirdir. Qoyunçuluq bir gündə böyük pul qazandıran sahə deyil. Amma 1-2 il içində sürü böyüdükcə sözsüz ki, gəlir də artır. Əgər düzgün plan qurulsa, az xərclə başlayıb tədricən böyük təsərrüfata çevirmək mümkündür. Bir çox uğurlu fermerlər də məhz belə az heyvandan başlayırlar. Nəticə olaraq demək olar ki, qoyunçuluq az xərclə başlamaq üçün ən uyğun heyvandarlıq sahələrindən biridir. Əsas məsələ düzgün baxım, düzgün yemləmə və sözsüz ki, səbirdir. Əgər sən də kənddə yaşayırsansa və az pulla biznes qurmaq istəyirsənsə, qoyunçuluq sənin üçün yaxşı seçim ola bilər.